Qardaş, mən Səlimə bu günləri bir tarixi, mənim qardaş devlətimin tarixi olaraq baxıram. Mən Səlimlə durub bu günləri prinsip aparmıram. Məsələn, Tufan Gündüz, Türkiyədə tarixçi var, Tufan Gündüz. Bugün Türkiyədə ən çox Şah İsmail haqqında kitab yazan, efirlərdə, Türkiyənin devlət kanallarında Şah İsmail'in haqqını müdafiə edən tarixçidir. Tufan Gündüz. Adam Osmanlı Türk olma baxmayaraq, bu günləri Şah İsmail'in haqqını müdafiə edir, obyektiv şəkildə çatdırmağa çalışır. İndi onu mən Tufan Gündüzü görüb, necə mən Səlimi təhqir edə bilərəm? Halbuki, yəni belə deyək də, gəl indi biz Sultan Səlimə bir Anadolu Türkünün gözü ilə baxaq. Yəni adam, belə deyək də, Osmanlı sultanları içərisində ən üç böyük sultandan biridir. Yəni Şah İsmail belə Yavuzu qardaşlığa səsləyir, Yavuzu yolundan döndürməyə çalışır.